Salamlar hamıya. Bu gün normal fiziologiyadan endokrin mövzumuzda bir sınavımızı, dördüncü sınavımızı izah etmək istəyirəm. Bu sınaq videosu eyni zamanda YouTube kanalımızda da paylaşılacaqdır. Elşən doktor sağ olsun orada da paylaşır tələbələrimizi maariflənmək üçün. Əlimizdən gəldiyi qədər hər kəsə kömək etməyə çalışırıq zaten. Sınavımız deməli 15 sualdan ibarət olur, imtahan formatı kimi. 10 ədəd qapalı sual, 5 ədəd açıq sualdan ibarətdir. İndi keçək sualları izah etməyə. Deməli, birinci sualımızda gördüyünüz kimi deyir ki, hipofizdən asılı olmayan daxili sekresiya vəzlərinə aiddir. Bu sual eynilə hansı vəzlər hipofizdən asılı deyil? Bu qaydada həm konspektinizdə yazılıb, həm də mən özüm video dərslərdə vurğulamışam dərs izahlarında. Hipofizdən asılı olmayan vəzləri əzbərləyin, qalanları rahat demişdik, yəni bu şəkildə. Qalxanvari ətraf vəz və epifiz vəzi hipofizdən asılı olmayan daxili sekresiya vəzlərinə aiddir. Ona görə A variantı seçirsiniz. İkinci sualda gördüyünüz kimi deyir, hipofizin ön payının fəaliyyəti tənzim olunur nələrlə? Təbii ki, liberinlərlə və hipotalamusla. Zaten hipotalamu hipofizar sistem deyə bir şey danışırıq hər zaman. Oradan yadınızda qalmalıdır, oradan yadınıza gəlməlidir. Liberinlər və hipotalamus. Buradan 1-5-i seçib A variantını qeyd edirsiniz. Üçüncü sualda deyir ki, mədaltı vəzin Langerhans adacıqlarının alfa hüceyrələri ifraz edilir. Burada əsas qarışdırılan insulin və qlükagon hansına aiddir? Deməli, insulin betadır, qlükagon alfadır. Bunu bu şəkildə yadda saxlamalısınız artıq, əzbəri olaraq yadda qalmalıdır. Qlükagon alfadır, insulin betadır. Əsas insulini yadda saxlamaq çalışın, çünki ən çox istifadə olunan hormonlardan biridir. Beta olduğunu bilsəz, zaten qlükagon onun əksidir. Yetkin insanda qalxanı bənzər vəzin hiperfunksiyası zamanı inkişaf edir. Tireotoksikozdur. Hal-hazırki adının Graves xəstəliyi də deyirik. Deməli, vəzin hiperfunksiyasına yaranır. D variantı. İltihab əlamətlərini artırmaq effekti olan hormonlar bayaq xüsusi izahda da demişdim. Sınav 3-də də var idi bu sualdan. Deməli, iltihab əlamətlərinin artırma effekti o deməkdir ki, yəni iltihab lehinə bir xüsusiyyət daşıyır. Mineralokortikoidlər də bunlara aiddir. Aldosteronun dediyim kimi bu xüsusiyyəti yazılır yəni. 6-cı sualda görürsünüz ki, parathormonun funksiyasını deyə göstərin. Parathormon bildiyiniz kimi kalsiyumu qanda artırır. Bu kalsiyumu qanda artırmaq üçün kalsiyumun bağırsaqda sorulmasını artırmalıdır. Eyni zamanda böyrəkdən də geri sorulmasını, reabsorpsiyasını artırır. Ona görə 1, 2 və 3-cü bəndi seçə bilərsiniz. Digər 4 və 5-ci bəndlər aid olmur gördüyünüz kimi və Y variantını seçə bilirsiniz. 7-ci sualda deyir ki, imtahana gedən tələbənin həyəcan hissi nə ilə yaranır? Bunu əslində məntiqi cəhətdən də hər bir tələbə yaza bilər məncə. Adrenalindir təbii ki, burada həyəcan hissi nə ilə yaranır? Adrenalin ilə yaranır. 8-ci sualda xəstədə deyir, ürək döyünmə, egzoftalm, çəkinin azalması, əl barmaqlarının tremoru müşahidə olunur. Diaqnoz nədir? Baxın, əslində belə deyim, bir zob xəstəsi görmüsünüzsə, el arasında belə deyil də, zob xəstəsi görmüsünüzsə, bu əlamətlər artıq sizə tanış gələcək. Ürək döyünmə olur, onlarda belə deyim, əslində kardioloqlar da aşkar edib, bu ürək döyünmə problemi ilə gedən xəstələri aşkar edib, endokrinoloq yanına göndərirlər ki, bəs bu xəstədə zobdan şübhələnirik və s. Tireotoksikoz, yəni Graves xəstəliyindən şübhələnilir. Bu, yəni buradan ürək döyünmə əsas əlamətlərdən biridir. Egzoftalm olur, çəkinin azalması olur. Deyirlər ki, nə qədər xəstə deyir, iştahım var, amma nə qədər yesəm də çəkim azalır. Əl barmaqlarında tremor müşahidə olunur və diaqnoz təbii ki, dediyim kimi Graves tireotoksikoz xəstəliyidir. C variantı aiddir. 9-cu sualda deyir ki, xəstədə hiperkalemiya, qlükozuriya, poliuriya, polidipsiya müşahidə olunur. Təbii ki, bunlar şəkərli diabetin artıq əlamətləri kimi görünür. Qlükozuriya, bu da poliuriya ilə əlaqədar olaraq yaranır. Yəni, nə qədər ki, xəstə sidiyə çıxır, sidiyə çıxması diurezi artır. O zaman həmin çıxartdığı su özü ilə birlikdə qlükozanı da çıxarır və qlükozuriya olur şəkər xəstələrində. Eyni zamanda polidipsiya, su içmək artır, yəni ağızda quruluq və s. belə əlamətlər müşahidə olunur. Bu da şəkərli diabet, mədaltı vəzin hipofunksiyası, yəni insulin çatışmazlığına yaranır. Ona görə A variantı. 10-cu sualda tiroid hormonları normal sekretor sikli üçün mütləqdir. Baxın, yod. Yodu dəfələrlə demişik, dərslərdə də. Hətta yodlu hormonlar belə deyirik, yəni tiroid hormonlara.
bəzilərinə. Ona görə yod onlar üçün mütləq bir elementdir. D variantı. 11-ci sualdan artıq gördüyünüz kimi imtahan formatında dediyim kimi açıq suallarımız başlayır. Uyğunluq sualıdır. Aerob və anaerob glikoliz, glikogenezis, glikogenoliz və neoglikogenezis nədir? Aerob və anaerob glikoliz burada D bəndində yazmışam. Qlukozanın oksidləşməsidir. Birinci bəndə deməli D-yi aid edə bilərsiniz. Glikogenezis nədir? Glikogenezis adı üstündə genezis isə burada deməli glikogen əmələ gəlməlidir. Glukozadan glikogenin əmələ gəlməsidir və C bəndinə aid edirsiniz. Üçüncü glikogenolizdir. Lizis yəni parçalanma olmalıdır. Yəni glikogen parçalanmalıdır, ondan nəsə əmələ gəlməlidir. Bu da glikogendən glukozanın əmələ gəlməsidir. B variantına aid edirsiniz. Yerdə qaldı neoglikogenez isə də zaten A variantı. Laktat, zülal və lipidlərdən glukozanın əmələ gəlməsidir. Genezis əmələ gəlməsi nəsə? Genoliz desə, lizisdən yadınızda qalsın, parçalanma deməkdir. 13-cü sualda deyir ki, membran mexanizmli təsirlər bu hormonlar üçün səciyyəvidir. Baxın, steroid və tiroid hormonlara aiddir. Bu zülal, peptid, katepolamin, histohormonlar və neyromediatorlara aiddir. Membran mexanizmli təsirlər ancaq bu hormonlara aiddir. Bunu belə yadda saxlayırsınız. Hansı faktorlar 13-cü sualda deyir ki, hansı faktorlar kortizolun sekresiya ritminə təsir edir? Baxın, fiziki yüklənmə zamanı kortizol arta bilər. Eyni zamanda emosional yüklənmə zamanı. Çünki nəyə görə? Stres artır. Stres artırsa artıq burada kortizolun sekresiya ritminə mütləq təsir olacaqdır. Eyni zamanda yuxu oyaqlıq siklinin pozulması və qidalanma rejiminin pozulması da aid edilir. Digər variantlar da ola bilər ki, məsələn, dolayı yolla əslində kortizolun sekresiya ritminə təsir etsin, amma sualda soruşulsa əgər sizdən əmin olun birbaşa olan təsirləri soruşacaqlar. Dolayı yollarla getsək, belə deyim, zaten hormonlar hər biri bir-birinə əlaqəlidir demək olar ki. Ona görə dolayı yox, birbaşa təsirləri götürəcəksiniz. 14-cü sualda deyir ki, hipofizin lüliberin reseptorlarının blokadası zamanı erkəklərin orqanizmdə hansı dəyişikliklər baş verir? Baxın, deyir lüliberin reseptorlarının blokadası. Cinsi funksiyalar, cinsi hormonlarda nə qədər önəmli rol olduğunu bilirsiniz. Ona görə lütropin sekresiyasını tormozlanır təbii ki. Artır yox, tormozlanır. Çünki blokada deyir sualda. Testosteron sekresiyası təbii ki azalacaqdır. Eyni zamanda cinsi motivasiya da tormozlanmış olur. Ona görə 2, 3 və 5-ci bəndləri seçə bilərsiniz. 15-ci sualda deyir ki, qanın osmotik təzyiqinin artması səbəb olur. Baxın, osmotik təzyiq nə idi? Duzların yaratdığı, oradakı o maddələrin yaratdığı, ionların yaratdığı təzyiq idi. Osmotik təzyiqin artması o deməkdir ki, deməli o duzlar artır. O duzlar artıqsa artıq orada suyu balansı pozulur, yəni su azaldı demək, su azaldıqdır. Suyu artırmaq üçün təkrardan vazopresin artmalıdır. Bunu yadda saxlayırsınız, yəni ikinci bəndi seçirsiniz. Eyni zamanda osmotik təzyiqin artıbsa da aldosteron azalır. Çünki zaten yetəri qədər ionu belə deyim də qəbul ion artıbdır. Aldosteron biraz da artsa, yəni daha da ion çəkəcək. Deməli ion daha da çoxalacaq və osmotik təzyiqi artıracaq. Ona görə aldosteron da azalmalıdır, yəni əks əlaqə ilə. 2 və 4-cü bəndləri seçə bilərsiniz. Bu qədər 15 sualımızın da izahını vermiş olduq. Suallar belə deyim də deməli asan, orta və çətin tipli suallar salmağa çalışır. Yəni o formatda yaratmağa çalışmışıq sınaqlarımızı ki, tələbələr işləyən zaman belə deyim də həm ümumi sınaqlarda hər mövzudan suallar görə bilsinlər, həm də ki, mövzu sınaqlarında o mövzunu tam əhatə edən sınaqları işləyə bilsinlər ki, imtahana daha yaxşı hazırlaşsınlar. Kursumuzda deməli bu kimi sınaqların sayı da çoxdur. Hər mövzudan 2, 3, ən az 2, bəzən 3 və 4 də ola bilər. Bu sınaqların sayı hər mövzuya uyğun olaraq. Dediyim kimi ən sonda ümumi sınaqlar olur və ara-ara quiz sınaqlar da olur ki, bütün fənlərdən deməli özünüzü yoxlaya bilməniz üçün, imtahana birbaşa hazırlaşa bilməniz üçün də köməklik göstərir. Daha çoxunun gəlməyi üçün kanala da abunə olmağı unutmayın. Təşəkkürlər, hər kəsə uğurlar.